Bugünkü mövzumuz Ağıllı Uşaq nağılıdır. Ağıllı Uşaq nağılı epik növdə nağıl janrında yazılmışdır və şifahi xalq ədəbiyyatının əsər və biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir xan var idi. Xan hər dəfə bir bəhanə eləyib yan yörədəki kəndləri, şəhərləri talan eləyir. Əhalinin var yoxunu əlindən alırdı. Xan yaşadığı şəhərə bitişik bir kənd var idi və oranı tutmaq çox çətin idi. Çünki kənddə dünya görmüş ağıllı qocalar xanın hilələrinə hər dəfə cavab verir, onu məğlub edirdilər. Bax, tezdə belə bir sual düşə bilər ki, orada güclülər çox olduğu üçün, yəni fiziki cəhətdən güclülər çox olduğu üçün xan həmin kəndi tuta bilmirdi. Bu səhvdir. Burada xan həmin sarayı dünya görmüş yaşlılar çox olduğu üçün, bilikli yaşlılar çox olduğu üçün orada hər dəfə bir tapmaca göndərirdi və həmin tapmacanı həmin yaşlılar tapırdı. Ona görə də kəndi tuta bilmirdi. Burada güc, qüvvət deyil, yəni biliklə, yəni öz kəndlərini saxlaya bilirlər. Daha sonra isə bir də ki, hər dəfə bəhanə edib yan yörədəki kəndləri talan edirdilər. Yəni burada xanın məqsədi talan etməkdir. Yəni hər hansı bir düşmənçilik deyil. Sadəcə olaraq talan etmək, daha çox var dövlət yığmaq üçün hücum edirdi. Daha sonra isə və cavab verir və onu məğlub edirdilər. Günlərin birində xan öz adamlarının başını yığıb həmin kəndi tutmaq üçün tədbir istədi. Xanın baş məsləhətçisi dedi. Bu hissələrə diqqət edək. Deməli, məsləhəti verən kimdir? Baş məsləhətçi. Deməli, nə qədər ki, həmin kənddə ağıllı dünya görmüş adamlar var, oranı tutmaq çətin olacaq. Yaxşısı odur ki, əvvəlcə onları bəhanə ilə aradan götürək, sonrası asandır. Deməli, baş məsləhətçi nəyə təklif elədi? Baş məsləhətçi yalnız onu təklif edir ki, qocaları aradan götürək. Daha sonra xan bu təklifi bəyəndi. Elə həmin günü öz adamlarının yanına çağırtdırıb tapşırıq verdi ki, nə təhər olur olsun, gedib o kəndin baş bilən adamlarını, qocalarını aldadıb bura gətirsinlər. Burada xan demir ki, bunu bəhanə eləyib gətirin. Sadəcə olaraq deyir ki, əmr verir ki, nə olursa olsun, necə olur olsun, o baş bilənləri gətirin bura. Daha sonra xanın adamları hamısı eyni vaxtda kənddə doluşub, hərəsi bir qocanın evinə getdilər. Onlar hiləyə əl atıb dedilər. Bu hiləni əskərlər eləyir. Məsləhətçi sadəcə olaraq deyir ki, qocaları aradan götürək. Xan da bir dənə ona əmr verir ki, yəni o qocaları nə olursa olsun bura gətirin. Lakin orada əskərlər özləri, yəni xanın adamları onları hiləni gətirirlər. Görək hansı hilədən istifadə ediblər. Bizim xanımız bir məsələdə bərk çətinliyə düşüb. O ümidini sizə bağlayıb, kömək istəyir. Deyir ki, bircə günlüyə mənə məsləhət vermək üçün yanıma gəlsinlər. Qocalar yan zor, yarıxoş, əlacısız qalıb xanın adamları ilə getdilər. Burada deyilsə ki, bütün qocalar ürək xoşluğu ilə getdi, yanlışdır. Burada yarısı ürək xoşluğuna gedir, yarısı da yəni çarəsiz olaraq gedir. Daha sonra xan qocaların gətirildiyini görüb əmr elədi. Hamısını zindana saldılar. Bu tərəfdən də xan həmin kənddə getmək üçün atlı çağırdı. 3 alma verib dedi. Deməli, kəndə kimi göndərir atlını, yəni çapar gedir. Baş məsləhətçi getmir. Və buna oxşar nağıllar var. Məsələn, Dərzi Şagirdə Əhməddir və yaxud da buna bənzər nağıllar var ki, orada birində baş məsləhətçi gedir, birində vəzir gedir. Buna diqqət eləyək. Deməli, burada kim gedir? Çapar gedir. Qocaları aradan götürmək fikrini baş məsləhətçi verir. Məsləhət verən kimdir? Baş məsləhətçi. Daha sonra ora çapar göndərdi. Çaparla birlikdə 3 alma verdi. Bu almaların biri 1 illik, o biri 2 illik, üçüncüsü isə 3 illikdir. Almaları apararsan həmin kəndə. Cəmaatı meydana yığıb deyərsən ki, xan əmr eləyib ki, bunların neçə illik olduğunu tapsınlar. Onlara 3 gün vaxt verirəm. Tapa bilməsələr,
onda kəndi talan edəcəyəm. Əgər bu sirri tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir. Həm də o elə adam olmalıdır ki, boyca məndən hündür olsun, mən ona aşağıdan yuxarı baxım. Deməli, hündür olsun, mən ona aşağıdan yuxarı baxım. Deməli, Çaparı göndərib hansı şərtləri qoyur? 3 gün vaxt verir. O 3 gün ərzində deyir, bu almaların hansı 1 illik, hansı 2 illik, hansı 3 illik olduğunu mənə desin. Həmçinin də digər şərti də o olur ki, mənim xoşladığım heyvanla gəlsin və boyca məndən hündür olsun. Mən ona aşağıdan yuxarı baxım. Və xan arxayındır ki, artıq baş bilən qocaları yığmışam və bunun öhdəsindən heç kəs gələ bilməyəcək. Aha, görək gələ bilirlər yoxsa yox. Çapar atlanıb xanın tapşırığını xəbər vermək üçün həmin kəndə gəldi. Cəmaatı bazar meydanına yığıb əhvalatı söylədi. Çapar almaları verib geri qayıtdı. Kəndin cəmaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi. Bu kənddə qoca bir qarının Əhməd adlı balaca nəvəsi var idi. O çox ağıllı, qoçaq uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi. Çox fikirləşdi, suallara cavab tapa bilmədi. Axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır. Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca ağıllı kişilərdən qalan varmı? Qarı dedi, bala, kənddən kənarında bircə nəfər yaşı yüzü ötmüş bir qoca qalıb. Şikəst olduğu üçün xanın adamları onu aparmayıblar. Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü ki, bir nurani kişidir. Saç saqqalı ağappaq, qar kimi, gözləri tutulub, qışları şikəst olub. Yerindən tərpənə bilmir. Aha, deməli, burada Əhməd gecə boyu fikirləşir və o həmin kişini tapmır. Sadəcə olaraq düşünür ki, bir yaşlı adam olsa bunun həllini bilər. Daha sonra nənəsindən soruşur ki, kənddə heç yaşlı adam varmı? O da deyir ki, kəndin kənarında bir yaşlı adam var. Və o da gözləri görmədiyi üçün, ayaqları şikəst olduğu üçün onu xanın adamları aparmayıblar. Və Əhməd həmin ağsaqqalın yanına gəlir. Yaşı yüzü ötüb. Və daha sonra deməli, gəlir qocanın yanına. Qoca dedi, oğlum, məndən nə məsləhət istəyirsən? Əhməd xanın şərtlərini qocaya söyləyib ondan kömək istədi. Qoca alnı alnına qoyub, əlini alnına qoyub bir qədər fikirləşdi. Sonra sualların cavabını necə tapmağı Əhmədə öyrətdi. Axırda dedi, oğul, bircə sirri mən bilmirəm. Gərək onu özün tapasan. O da xanın hansı heyvanı xoşlamasıdır. Bunun üçün bircə çarə var. Gərək bir yolla xanın şəhərinə keçəsən. O çox ehtiyatla, tədbirlə bu sirri öyrənəsən. Əhməd dedi, elə bu saat gedərəm, həmin sirri öyrənməyə. Deməli, qoca onlara hamısını öyrədir. Yəni sirləri açıqlayır, sadəcə olaraq deyir ki, bir sirri bilmirəm, yəni onu gərək özün öyrənəsən. O da yolunu da deyir. Deyir ki, sən xanın şəhərinə gedəsən, onu öyrənəsən. Qalan bütün sirləri qoca verir, yəni məsləhət verir. Daha sonra isə, ay qarı nənə, bu çörçəpi neynirsən? Əhməd qocadan çox razı qaldı. Evdən çıxıb getmək istəyəndə, həyətdə bir qoca arvadın ocaq qalamaq üçün çörçöp yığdığını gördü. Bu qocanın bacısı idi. Qocanın bacısından başqa heç kimsəsi yox idi. Əhməd dedi, ay qarı nənə, bu çörçöpü neynirsən? Qarı dedi, oğul, odunumuz qurtarıb, meşəyə gedənimiz yoxdur. Odur ki, çörçöp yığıram. Əhməd qarıdan balta da, bir də çatı istədi. Qarı gətirib verdi. Əhməd gedib meşədən bir yekə şələ odun qırdı. Çatı ilə bağlayıb qocanın həyətinə töküb getdi. Aha, Əhməd gedə-gedə ürəyində fikirləşirdi ki, görürsən nə yolla xanın sirrini öyrənsin? Elə ki, şəhərin kənarına çatdı, gördü hər 100 addımdan bir əli qılıncı gözətçilər dayanıb. Onların yanından keçmək mümkün deyil. Amma bir qədər kənarda xanın qoyun sürüsü göy çəmənlikdə otluyur. Qoyunlar gah bu tərəfə, gah o tərəfə keçirlər.
Əhməd bunu görüb kəndə qayıtdı. Kəndlərindəki çobanın yanına gəlib əhvalatı ona danışdı. Xahiş elədi ki, qoyunun birini kəssin, dərisini bütöv çıxarıb versin ona. Çoban 5 dəqiqə içində bir yekə qoçu kəsib, dərisini bütöv çıxartdı. Əhməd dərinin bir dəsmala büküb, düz gəldi xanın sürüsü otlayan yerə. O bir ağacın altında qoyunun dərisinin içinə girib başladı iməkləyə sürüyə tərəf getməyə. Cəld özünü verdi qoyunların arasına. Gedib bir xeyli aralıda dəridən çıxdı və dərini qatlayıb büktü yenə dəsmala. Əhməd baxıb gördü, uzaqda sürünün çobanı göy otun üstündə uzanıb, çoban bayatısı çalır. Yanında da bir keçi var. Keçinin buynuzları üst başı par-par parıldayır. Bir qədər yaxına gedib gördü ki, keçinin buynuzlarını qızıla tutublar. Boynuna qızıldan zınqırov taxıblar. Üstünə tirmədən şal salıblar. Daha nə başınız ağrıdım, keçini elə bəzəyiblər ki, adam baxanda məhdəl qalır. Əhməd başladı keçiyə baxmağa, çoban onu görüb dedi, ay bala, nə baxırsan? Əhməd dedi, ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram. Çoban dedi, sən bu şəhərin adamı deyilsən, bu keçi görməyən adam yoxdur, bu keçini görməyən adam yoxdur. Əhməd gördü, çoban onu tanısa işlər alınmaz. Odur ki, dedi, mən heç yerdən gəlməmişəm, elə bu şəhərdə oluram. Amma nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb. Odur ki, həmin keçini də görməmişəm. Çoban dedi, bala, onda bil və agah ol ki, bu bizim xanın keçisidir. O uşaqlıqdan keçini çox xoşlayırmış. Həmin keçini xanın əmri ilə belə bəzəyiblər. Deməli, Əhməd həmin sirri öyrənmək üçün, yəni xanın hansı heyvanı çox sevdiyini öyrənmək üçün gəlir, xanın şəhərinə girmək istər. Xanın şəhərinə girmək istəyir, amma görür ki, 100 metrdən bir orada qorxucular dayanıb da və ona görə içəri girmək mümkün olmadığını görüb, orada bir çobanın olduğunu görür və qoyunları otlatır və qayıdıb həmin əhvalatı kəndlərindəki çobana deyir. Və çobana deyəndə və çobandan bir dəri istəyir və çoban bir yekə qoçu kəsir, onun dərisini ona verir. Və Əhməd bax kəndlərindəki çobandan alır dərini. Yəni xanın çobanından yox, kəndlərindəki çobandan qoyunun dərisini alır. Və o yaxınlaşanda, çobana yaxınlaşanda dərini geyinib keçir və daha sonra çobana yaxınlaşanda çıxarır və gəlir çobanın yanına. Və çobanın yanında bir keçi görür və onun keçinin buynuzları qızıla tutulub, boynuna qızıl taxılıb və görür, par-par parıldayır da bu keçi. Və beləliklə Əhməd belə baxır ki, yəni bu keçini niyə belə bəzəyiblər? Və çobandan soruşur ki, keçini niyə belə bəzəyiblər? Çoban da deyir ki, yəqin sən bura adamı deyilsən də. O da deyir ki, Əhməd ağıllı uşaqdır. Niyə görə? Çünki anlayır ki, o saat əgər desək ki, bura adamı deyiləm, yəni bu şübhə yaradacaq da. Ona görə deyir ki, yox, deyir, mən bura adamıyam, amma nənəm məni çox bayra qoymur. Daha sonra isə çoban açıqlayır ki, xan uşaqlıqdan keçini çox xoşlayır. Və beləliklə Əhməd bu sirri də açır və bilir ki, xan keçini çox xoşlayır. Və beləliklə yenidən geri qayıdır və kəndlərinə qayıdır. Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi neyləsin. Tez qayıtdı geri. Biraz çobanın aralanandan sonra qoyun dərisini dəsmaldan açıb girdi içinə və özünü vurdu qoyunların arasına. Sürünə keçib gəldi öz kəndlərinə. Gördü adamlar qalıblar əlləri qoyunlarında, bilmirlər neyləsinlər. Həmin günü xanın suallarına cavab verməsələr, kəndləri əllərindən çıxacaq. Aha, deməli, həmin günü xanın sualına cavab verməsələr, kəndləri əlindən çıxacaq. Deməli, həmin günü 3-cü gündür artıq. Yəni 3 gün möhlət vermişdi axı.
Üçüncü gündə Əhməd bu sirri açıqlayır. Əhməd irəli yeriyib dedi: "Cəmaət, mənə bir hündür dəvə, bir də keçi verin. Gedəcəyəm xanın şəhərinə, onun suallarına cavab verib kəndimizi xətadan qurtaracağam." Əhmədin sözünə hamı gülüşdü, dedilər: "Bala, yəqin sən ölümün yetib, bəs qorxmursan ki, xanın qəzəbinə gələrsən?" Əhməd dedi: "Mən xandan qorxmuram." Adamlar dedilər: "Bala, xan səni görən kimi deyəcək ki, yəqin məni ələ salıblar. Bu kənddə bir adam tapmadılar ki, mənim yanıma uşaq göndərdilər." Əhməd dedi: "İstədiyim heyvanları verin, dalısı ilə işiniz yoxdur." Cəmaət gördü ki, başqa əlac yoxdur. Bir hündür boylu dəvə tapıb Əhmədi mindirdilər üstünə. Bir keçinin də boğazına kəndir bağlayıb ucunu verdilər Əhmədə. Əhməd almaları da götürüb başladı xanın şəhərinə tərəf yol getməyə. Xanın adamları Əhmədi apardılar saraya. Xan Əhmədi görən kimi qəzəbləndi. İstədi onu zindana saldırsın. Amma keçini görüb fikirləşdi ki, suallarının birini tapıblar. Gərək o birilərini necə cavab verəcəklər? Odur ki, dedi: deməli Əhməd deyir ki, mənə bir dəvə verin, bir də keçi verin, mən gedib şəhərimizi xilas edəcək. Kənd cəmaatı inanmır. Tezdə düşsə kənd cəmaatı onu şəhərə qurtaracağına inanır. Xeyr, inanmır. Sadəcə olaraq çarəsiz olduqları üçün razı olurlar və Əhməd gedir saraya. Xan onu tutturmaq istəyir. Yəni görür ki, Əhməd gəlib, balaca uşaq gəlib də onu tutturmaq istəyir. Və daha sonra isə orada keçini görür yanında, deyir ki, yəqin tapıblar da. Ona görə sualların cavabı ona maraqlı gəldiyi üçün o davam edir də, yəni zindana saldırmır. Bala, mən demişdim ki, yanıma göndərdiyiniz adam məndən hündür olmalıdır. Mən gərək onunla danışanda aşağıdan yuxarı baxım. Bəs bunu niyə əməl eləmədin? Əhməd dedi. Xan sağ olsun. Məyər görmürsünüz ki, mən dəvənin üstündə sizdən çox hündürdəyəm? Özü də aşağıdan yuxarıya mənə baxıb danışırsınız. Elə siz deyəndir də. Xan dedi: sən dəvədən düşsən, mənim dizlərimdən də aşağı dayanarsan. Əhməd dedi: mən niyə dəvədən düşürəm ki, səndən də aşağı duram? Xan gördü, uşaq hazır cavabda. Odur ki, dedi: bala, deyə almaların sirrini də görək. Əhməd dedi: xan sağ olsun, sizin şərtiniz olan kimi mənim də şərtim var. Əmr eləyin. Uşaq ağıllı olduğu necə bilinir? Yəni o bilir ki, əgər gizlincə almaların sirrini desə, xan bunu tutturacaq da, yəni ciddi qəbul eləməyəcək də. Amma cəmaatın içində desə və bu xələl gəlməsin deyə, adına xələl gəlməsin deyə, o yəni sözündən geri dönməyəcək də. Amma təklikdə desə sözündən geri dönə bilər. Görək şərti nədir? Əmr eləyin, cəmaatı yığsınlar şəhər meydanına. Orada almaların sirrini açıb deyim. Xan nə qədər elədi ki, burada deyə oğlan razı olmadı. Xan dedi: sən ki belə tərsliyə eləyirsən, almaların sirrini düz deyə bilməsən boynunu vurduracam. Əhməd dedi: mən razıyam. Bəli, xan əmr verdi. Şəhər meydanında taxt quruldu. Cəmaat hamısı oraya yığışdı. Xan da bir dəstə adamla meydana getdi. Əhməd irəli yeriyib dedi: xan sağ olsun, mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalısan. Bir də zindana saldığın qocaları azad eləməzsən. Tapa bilməsəm nə istərsən elə. Xan söz verdi, şərtlərlə razıdır. Əhməd bir qap su istədi. O saat gətirdilər. O almaların üçünü də suya saldı. Almaların biri çöktü suyun dibinə, ikincisi qaldı suyun ortasında. Üçüncüsü isə lap suyun üzündə üzdü. Əhməd dedi: birincisi bu ilki təzə alma olduğu üçün canı şirəlidir, ağırdır. Odur ki, çöldə qabın dibində çöktü qabın dibinə. İkinci alma keçən ilkidir. Bir qədər suyunu çəkib, quruyub deyə suyun ortasında qalıb. Üçüncüsü isə 3 il bundan əvvəlkidir. O tamam suyunu çəkib, yüngülləşib, ona görə də suyun üzərinə düşür. Suyun üzərində üzür. Xanın adamları gördülər ki, Əhməd düz dedi. Odur ki,
Qaldılar məəttəl. Xan fikrini dəyişmək istədi. Bax, bunu deyirdim ki, yəni uşaq ağıllıdır. Bilir ki, xan əgər fikrini dəyişmək istəsə, cəmaatın içində bunu izah eləsə, xan adına xələl gəlməsin deyə o sözü tutacaq. Amma təklikdə olsaydı, xan sözünü tutmayacaqdı. Aha, orada cəmaatın arasında hörmətdən düşəcək. Əlacı kəsildi, qocaları zindandan azad elədi. Kəndə toxunmayacağına söz verdi. Əhməd qocaları da götürüb öz kəndlərinə qayıtdı. Kənd cəmaatı bu şad xəbəri eşidib Əhmədin qabağına çıxdı. Ona afərin deyib alqış etdilər. Öz ağlı və bacarığı tədbiri ilə kəndi xilas etdi. Göydən çalma düşdü, biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də Əhmədin. Deməli, burada nağıldan ümumi gəldiyimiz nəticə nədir? Burada ağıllı uşaq. Deməli, birincisi qeydlərimiz var ki, burada əsaslar xan həmin şəhəri talamaq üçün, yəni var dövlət üçün hücum eləmək istəyir. Lakin orada baş bilən adamlara görə hücum eləyə bilmir. Yəni həmin kəndi tuta bilmir. Daha sonra isə o baş məsləhətçi məsləhət görür ki, qocaları aradan qaldırsınlar. Daha sonra isə xan əskərlərə əmr edir ki, xan əskərləri qocaları aradan qaldırsınlar və əskərlər sonra hiylə ilə həmin qocaları öz saraylarına aparır ki, xan bir şeydə məsləhət almaq istəyir. Burada da bütün qocalar xoşluqla getmir. Yarısı xoşluqla, yarısı məcbur olub gedir saraya və onları atırlar zindana. Daha sonra isə Əhməd gecəni fikirləşir. Çaparla nə şərtlər qoyur? Deyir ki, 3 gün möhlət verirəm və bu 3 gün ərzində almaların sirrini açmalısınız. Həmçinin mənim sevdiyim heyvanla və bir də gəlməsiz, bir də gələn adam məndən hündür olmalıdır. Mən ona aşağıdan yuxarı baxmalıyım. Əhməd düşünür gecə. Daha sonra isə nənəsi ona deyir ki, bir qoca qalıb. Yəni çayın o tərəfində. O qoca da niyə qalmışdı? Gözləri kör, ayaqları şikəst olduğu üçün qalmışdı və o qocanın yanına gedir. Qoca bütün məsləhətlər verir. Yalnız bir məsləhəti vermir. O da xanın sevdiyi heyvanı demir. O deyir ki, gərək özünü tapasan, şəhərə getəsən. Yəni bu yolun deyir ki, şəhərə gedib tapasan. Daha sonra Əhməd yola düşür və görür ki, şəhərin qapısında bir neçə dənə qorxucu var və ona görə yanında çobanı görür və alına gəlir ki, qoyunlara qoşulub çobanın yanına getsin və beləliklə soruşsun və o qayıdır kəndlərindəki çobanın yanına ki, oradan qoyun dərisi alsın və kəndlərindəki çoban ona qoyun dərisi verir və qoyun dərsinə girir, qoyunların arasına gedir, çobana yaxınlaşanda dərini çıxarır və görür ki, orada keçi var çobanın yanında. Və burada çoban deyir ki, yəni bu xanın ən xoşladığı heyvandır. Və beləliklə geri qayıdır və geri qayıdanda kənd cəmaatı ona inanmır. Sadəcə olaraq çarəsiz olduqları üçün razı olurlar. Özü də 3-cü gün tamam olurdu. Daha sonra isə gedir və ondan dəvə və keçi istəyirlər. Və dəvəyə minir, keçini də götürüb gedir və almaları da götürür sirrini açıqlamaq üçün. Və beləliklə xan deyir ki, xan birinci onu zindana atmaq istəyir. Daha sonra görür ki, onun yanında keçi var. Və ona görə bilir ki, burada nəsə bilir də. Deyir ki, almaların sirrindir. Uşaq ağıllı uşaq nə deyir? Şərt qoyur. Deyir ki, sənin şərtin olduğu kimi mənim də şərtim var. Birinci şərti nə olur? Cəmaatın içində demək. Daha sonra isə cəmaatın içinə gələndən sonra deyir ki, əgər mən deyə bilsəm, sən qocaları azad edəcəksən, həmçinin kəndimizi hücum eləməyəcəksən. Və xan razı olur. Əgər deyir, elə bilməsəm, aça bilməsəm, sənliydi. Nəysə, gedir sirrini açır və xan öz sözünə dönmək istəyir. Lakin görür ki, cəmaat arasında hörmətdən itəcək. Ona görə məcbur olur ki, qocaları azad etsin və o kəndə hücum etməsin. Və beləliklə ağıllı uşaq kəndə qayıdır və cəmaat ona afərin deyir. Bu qədər.